Təsəvvür eləmək lazımdır ki, xəyalların gerçək olsun. Başa düşmədim, ağsaqqal, nəyə təsəvvür eləyim? Gözlərini yum və təsəvvür elə. Təsəvvür et, sevdiyin qadınla ailə həyatı qurmağa son qədəmlərini atırsan. Çox xoşbəxtsən və həmin gün gəlib çatır. Sevdiyin qadının toyunu görürsən. Amma bəy sən deyilsən. Ağsaqqal, bəsdir də, buna danışırsan sən canə. Bütün təmiz keyfimə qaçırdın ax mənim. Yaxşı. Bax, sonuncu dəfə təsəvvür elə ki, biz o içirsən, maşın qazanırsan. Ağsaqqal, mənlə məzələnsən sən. Bunu hardan xəyirliyim? Maşın bunun içindən çıxacaq, sığışdırırsan bunun içinə. Bax bala, deməli biz onun qapağını açırsan, qapağın altında kod var. O kodu promo.bizon.az saytına yazırsan və hər həftə bir avtomobil qazanma şansı əldə edirsən. Nə qədər çox kod, bir o qədər avtomobil şansı. Ağsaqqal, bu başqa məsələ. Amma bunu təsəvvür eləməyə dəyər həqiqətən. Hə bala, bəs mən bayaqdan nə danışıram? Bax, indi bir dənə də şey təsəvvür elə ki, mən bu qapağı götürüb qaçıram. Ağsaqqal, sən Allah güldürmə məni. Yaşlı başlı adamsan, hara qaçacaqsan ki? Verməyəcəm. Benim deyil, verməyəcəm. Bunu